Bilirsiniz ki İslam 5 direğin üzerinde dayanıptır. Həmin dirəklərdən biri olmasa, o insanın əməli naqis, əqidəsi naqisdir. Birincisi namazdır, ikincisi orucdur, üçüncüsü xümus zəkatdır, dördüncüsü cihad və beşincisi də düzdür, müəyyən bəzi fikirlər ola bilər. Beşincisində İmam Muhammed Baqir əleyhissalam buyurur ki, imamətdir. Məsəl üçün, həc də o cümlədən həmin o beşin içərisinə daxil olur. Və Həzrət buyurur ki, hər kəs həcci icra eləməsə, onun dini nöqsanlıdır. Bir çox ayələr bizlərə həccə getməyin fəlsəfəsini anladır. Əgər biz diqqət eləsək, həccin fəlsəfəsinə görərək ki, həccə getməkdə biz nəyi əldə edirik? Əvvəl insan həccə getmək niyyəti eləsə, gərək niyyətində saflığı olsun. Mövla-i Müttəqiyandan da hədis var, İmam Sadiq əleyhissalamdan da hədis var. Buyurur ki, həcci ziyarət eləmək iki cürə olar. Yəni iki cür həcc ziyarəti vardır. Həccun lillah və həccun linnas. Allah üçün həcc eləmək və insanlar üçün həcc eləmək. İmam buyurur ki, hər kəs Allah üçün həcc ziyarətinə gedə, Allah onun mükafatın əbədi cənnət verər. Və hər kəs insanlar üçün əgər mənə hacı desinlər, gedib həcci ziyarət eləsə, buyurur ki, qiyamətin günündə onun savabını elə həmin o insanların üzərinə atacaqdır. Allah Teala buyuracaq ki, sən ki insanlar üçün, özünü göstərmək üçün həccə getmişdin, get bu insanlar, bu da sən. Odur ki, insan həccə getməmişdən qabaq İmam Sadiq əleyhissalamdan da hədis var ki, Həzrət buyurur ki, insanın vücudu gərək Allaha tərəf qayda. Bütün insanın ruhu, cismi, hamısı gərək Allah üçün çalışa. Məkkə belə bir yerdir ki, bütün dünyavi zinətlərdən uzaq olursan. Ehramı əyninə geyinən insan hətta özünə ətir də vura bilməz. Yəni, bütün dünyavi zinətlərdən uzaq olursan. Fəqət Allah üçün geyinirsən, Allah üçün həccə üz tutursan. Bütün bunlar hamısı insanın nəyi yadına salır? Bu xüsusiyyət insanın İbrahim əleyhissalamın, İsmail əleyhissalamın və Hacar xanımın xatirələrini yad eləyir. Sən özünü bir növ İbrahim əleyhissalamın etdiyi əməllərə tabi elirsən. Necə ki, İbrahim əleyhissalam o hərəkətləri eləyib, niyyətində də olur ki, ilahi, sənin əzəmətli Peyğəmbərin İbrahim əleyhissalamın getdiyi yol gedirəm. Mən onun kimi olmaq istəyirəm. İsmaili hətta öz oğlunu səndən ötəri qurban veribdir. İlahi, mən də öz nəfsimi qurban vermək üçün gəlmişəm. Və həyat yoldaşı Həzrət Hacar xanım da həmçinin yad olunur ki, onun Allah yolunda göstərdiyi qəhrəmanlıq bu günləri milyonlarla insana Allah onu vacib eləyib.